Range Rover P550 modeli 3.0 litrlik 6 silindrli daxili yanma mühərriki və 404 kW-lıq elektrik mühərriki var. 550 at gücü hasil edir. 0-100 sürətlənmə 4.7 saniyə. Daim mənim də arzusunda olduğum avtomobillərdən biridir və vəziyyət o yerə gəlib çatıb ki, biz artıq bunu dilə gətirə bilmirik. Çünki həyatda uğurlu olmaq deyə bir şey yoxdur. Bəxti gətirmək deyə bir şey var. Sən dünyanın ən istedadlı insanı ol. Əgər sənə fürsət verilmirsə, sənə öz vaxtın verilmirsə, sən uğurlu bir insan ola bilərsən. Əgər bütün bu şəraitlər sənə yaradılmırsa, sən məndən uğurlu bir insan olmağı gözləyə bilmərsən. Baxırsan ki, 18 və ya 19 yaşı olan hər hansısa bir tələbədir, 3 ay yay tətilində gedir hər hansısa bir mağazada satıcı kimi işə düzəlir. Həm ailəsinə yük olmamaq üçün, həm də boş dayanmamaq üçün. Və bu insan tələbədir. Qarşısına qoyduğu hədəflər və məqsədləri var. Universiteti bitirdikdən sonra, misal üçün, prezident aparatında filan vəzifədə çalışmaq arzusu var. Və həmin mağazanın administratoru filan kəs müəllim gedir o tələbəyə nə deyir? Sən buranı yaratdın, qaldı prezident aparatı. Göy öz aləmində zarafat edir. Və onu eyni zamanda da iş saatından əlavə 1 saat, 2 saatda əlavə işlədir. Həmin tələbə inkişafını tamamladıqdan sonra gedib prezident aparatında sənə kimi mənasız bir insanın idarəçiliyi altında işləməyəcək. Tutduğu postda ona verilən vəzifə nədirsə onları icra edəcək. Azərbaycan gəncinin qabağa getməyini istəməyən hər bir şəxs vətən xainidir. Çünki sən eyni zamanda ölkənin də inkişaf eləməyini istəmirsən. Əgər fikirləşsəz ki, bu insanları gənc kadr sözü vahiməyə salır, xeyr, qətiyyən elə deyil. 35-50 yaş arası həyatında heç bir nailiyyəti olmamış insanlar, inkişaf edən və özünə sağlam gələcək qurmaq istəyən gəncləri görəndə onlara qarşı qısqanclıq hissi yaşayırlar. Və bu insanlar dərk eləmirlər ki, həqiqətən də gənclər bizim gələcəyimizdir. Və bu insanlar bir tərəfdən də qıtlıq psixologiyasında olduqları üçün sistemin necə işlədiyini də bilmirlər. Misal üçün, biraz öncə danışdığım avtomobilin dediyim kimi 450 min manat qiyməti var idi. Onlar düşünürlər ki, 450 min manat çox puldur. Xeyr, 450 min manatı kimə versən, sənin üçün bir aya əldən olur. Heç 1 milyon manat, 2 milyon manat da çox pul deyil. Əgər görmək istəyirsinizsə, bilmək istəyirsinizsə, 2 milyon manat bu şəkildə görülür. 10 milyon manat çox puldur. 1 milyon, 2 milyon, 400 min, 500 min deyil.